Mən tələb eləyirəm ki, mənim maaşım təcili sürətdə artsın. Elə eləməyin ki, bu şirkətin bütün sistemini çöktürüm. Düz eləyirsən, düz deyirsən. Amma məni bağışla. Açığı mən sənin maaşını qaldıra bilmərəm. Niyə? Çünki mən zivildəyəm. Nə zivil? Mən sənin maaşını qaldırsam, o Murtuz var ha, sənin sevgilin. Mənim deyil, o qarışdırma. O gülen sevgilisiydi. Qalx, nərini niyə sürüyorsan? Bu mənim səhvim olsun, eybi yoxdur. Bu mənim səhvim olsun, qarışdırdım. O var ha, o bilirsən də bütün günü burada şirkətdə, ofisdə qalır. O ofisdə qalır deyə məni zibilə salır da. Mən o qədər kommunal pulları ödəyirəm deyə, mənim nəyim var, nəyim yox, hamısı gedir kommunala. Onu görə də atıra bilmirəm də mən sənin maaşını da. İndi mən Murtuza görə maaşım qalxmır. Hə, sənin Murtuza deyirəm ki, ay, bax burada qalırsan, heç olmasa ancaq və ancaq yatdığın yerin işığını yandır da. Deyir ki, yox, mən qorxuram. Başa düşdün? Ona görə də mən ayda bir 5 qat, 6 qat artıq pul ödəyirəm. Onu da eləyəmirəm də, bacarmıram, çatdıra bilmirəm, heç birinizin maaşını qaldıra bilmirəm. Mən başa düşün də bir.